Salam mənim əzizlərim, 2026-cı ilin əkizlərlə davam edirik bürc proqnozuna. 2026-cı ildə əkizlər üçün maliyyə dəyərləri, münasibətlər, şəxsi güvən mövzuları ön planda olacaq. Sabitlik ön plandadır. Bu il əkizlər üçün real nəticələr əldə etmək daha asan olacaq. Ümumi olaraq planetlərin tranzitlərinə baxsaq, görəcəyik ki, il boyu Pluton dolçada olacaq, əkizlərin 9-cu evinə təsir eləyir. Bu, dünya görüşü, təhsil, xarici əlaqələr və inanc sistemləri ilə bağlı dəyişiklikləri göstərir. Saturn Qoçda olacaq. Bilirik ki, 13 fevral, 13 aprel ilk keçididir. Burada biraz ehtiyatlı olmaq lazımdır. Dostluqlar sınanacaq, gələcək planlar, kollektiv, seçicilik yaranacaq. Yəni, hər kəslə münasibətdə olum, hər kəslə dostluq edim prinsipi olmayacaq. Tam dəyişik bir il olacaq. Yupiterin təsirindən maddi imkanların artması, gəlir mənbələrinin genişlənməyi olacaq. Uran əkizlərdə olacaq. Bilirdiniz ki, 7 il idi ki, artıq Uran Buğa bürcündə idi. Amma indi əkizlər bürcünə keçəcək. İlkin dərəcələrdə olacaq. Bu, düşüncə tərzində ani dəyişiklik, həyat tərzində ani dəyişiklik ola bilər. Neptun il boyu Qoç bürcündə olacaq. Dost çevrənizdə kimin dost, kimin düşmən olduğunu ayırt eləyəcəksiniz və dost ola bilsin ki, Neptunun təsirindən dost çevrənizi tamamilə dəyişəsiniz. İl boyu ev, karyera balansı qorunmalıdır. Daha az, amma daha dəyərli əlaqələr quracaq, daha real hədəflər quracaq və hədəflərinə doğru səylə hərəkət göstərəcək. Yəni ki, 2026-da əkizlər hədəf yönümlü olacaqlar. İndi davam eləyək, görək kartlar bizə aylar üzrə əkizlərə nə vəd eləyir 2026-cı ildə. Yanvar ayı. Yanvar ayı əkizlər üçün karyera və ev, ailə məsələləri ön planda olacaq. Köhnə məsuliyyətlər gündəmə gələ bilər. Deməli, səbirli qərarlar vacibdir. Dəyişikliklər istəyirsiniz həyatınızda. Tam fərqli bir, artıq deyirsiniz ki, bunun vaxtı gəlib çatıb. Amma səbirli qərarlar daha vacibdir. Fevral ayı. Fevral ayı Saturn Qoça keçidi ilə sosial çevrədə dəyişiklik olan bir aydır. Ona görə uğur olacaq. Bu, gələcək planlarla bağlıdır. İstədiyinə nail olacaq. Amma kimlər dəyişəcək? Bəzi dostluqlar sınaqdan keçəcək. Ola bilsin ki, hansı dostlar ki, sizin dost görünümlü düşmənlərdir, onları həyatınızdan çıxaracaqsınız. Mart ayı. Mart ayı əkizlər üçün təhsil, karyera, hüquq məsələləri ilə bağlı aktivlikdir. Düşüncə tərziniz dəyişir. Özünüzə başqa bir həyat rəhbəri qurursunuz. Çünki əvvəl olan, yalan, 200'lü insanlardan yorulmuşsunuz, bitmişsiniz. Yəni ki, onu bağlayıb bitirmək istəyirsiniz. Çox yaralar almışsınız. Türklərin bir söz var, dost kazığı yemişsiniz. Düşüncə tərzinizi belə dəyişəcəksiniz. Xariclə bağlı əlaqələriniz də aktiv olacaq Mart ayında. Aprel ayı dəyişiklik istəyirsiniz. Çünki daxilən yorulmuşsunuz. Planlarınızı yenidən nəzərdən keçirmək istəyirsiniz. Amma ay sonu sizin üçün aprel ayında rahatlama gətirir. Nəyisə qeyd eləyəcəksiniz və onun sevincini yaşayacaqsınız. Bəzi şeylər var ki, həyatımızda dəyişmək istəyirik. Amma onun üçün heç nəyi də xərcləmək istəmirik. Bu, zaman da ola bilər, pulumuz da ola bilər. Elə bil bəlkə əlimizdə tutub saxlamışıq. Bunu etməyək, yəni özümüzə özümə qıymadım. Bax, o xüsusiyyət olmasın. Xüsusən də aprel ayında. May ayında əkizlər üçün. May ayında günəş əkizlərə keçməzdən əvvəl hazırlıq mərhələsidir, bilirsiniz. Psixolojik olaraq təmizlənmə ayıdır. Ola bilsin, həyatınızda dəyişiklik istəyəsiniz, istirahət istəyəsiniz. Bu, tənbəllik kimi görünsə də, hansısa bir işi tamamladıqdan sonra onun keyfini çıxartmaq kimi də düşünək. Yeni hədəflər özünüzə qoyacaqsınız. Bu, ola bilər ki, may ayının planet tranzitlərinə baxsaq, bəzi gizli mövzular aşkara çıxa bilər. Onunla bağlı yön dəyişdirə bilərsiniz. İyun ayı əkizlər üçün. İyun ayında
bilirsiniz ki, şəxsi iliniz başlayır sizin və iyun ayında maliyyə şansı göstərir sizin üçün. Özünüzə inamınız artır. Çiçəklənmə dövrüdür sizin üçün. İyul ayı. İyul ayında özünüzə inanırsınız. Həyatınızda artış olur. Bu maaş da ola bilər, bonus da ola bilər, qazanc da ola bilər, biznes baxımından da ola bilər. Amma qərar verməkdə çətinlik çəkirsiniz, bu olmasın. Yəni ki, qətiyyətli olun. Bu il əkizlər tez qərar verməlidirlər. Uzun nəyisə düşünməməlidirlər. Avqust ayı. Avqust ayı əkizlər üçün ünsiyyət. Bu ola bilər ki, ailə daxilində olan ünsiyyətdir. Qardaş, bacı, qohum əqraba ilə olan mövzular ön planda olacaq. Balansı qorumalısınız. Sizdə zehni aktivlik yüksəlir. Ümumiyyətlə həyatınızın yönünü özünüz təyin edirsiniz. Yəni öz dediyinizi, öz bildiyinizi eləyirsiniz. Sentyabr ayı. Sentyabr ayı Saturn tranzitdədir, planet dəyişir. Sosial məsuliyyətiniz artan aydır. Baxırıq, ailə, evlə bağlı qərarlar verəcəksiniz. Bu ciddi qərarlardır. Mümkünsüz heç nə yoxdur. Hər bir şeyi intensiv olaraq tez həyata keçirməyə çalışacaqsınız. Burada iş, şəxsi həyat balansı vacibdir. Sentyabr ayında xüsusi buna fikir verin. Oktyabr ayında yaradıcılıq qabiliyyətiniz artacaq. Dostluqlara önəm verəcəksiniz. Bu təkcə dostluq yox, bu romantik münasibətlər də ola bilər, dərinləşə bilər. Bəzi şeylərdən, nələrdənsə narazısınızsa, onun üsyanını edə bilərsiniz. Yəni ki, bədəninizin verdiyi siqnallara diqqət eləyin. Səyahət gözlənilir sizin üçün oktyabr ayında. Noyabr ayı. Noyabr ayında planetlərin tranzitinə baxsaq, biz əsas iş rejimi və sağlamlıq mövzuları önə çıxır. Ona görə çox aqressiyadan uzaq olun. Çox özünüzü yorulmuş hiss eləyirsiniz. Tükənmişlik hissi var sizdə. Yəni ki, səbirli olun, sakitliyinizi qoruyun. Vərdişlərinizi dəyişmək üçün çox uyğun vaxtdır. Yəni ki, gərginlikdən uzaq olun. Dekabr ayı. Dekabr ayı münasibətlərdə yekunlaşma dövrüdür. Evli əkizlər üçün məsuliyyət, subaylar üçün ciddi tanışlıqlar ola bilər. İli dəyərləndirsək, yəni ki, stressdən uzaq olmalısınız. Hər şey üçün yəni tələsmək lazım deyil və tamamlanma enerjisi var. Daha az, daha dəyərli əlaqələr qururuq və daha real hədəflərə doğru gedirik. Qoy bu 2026-cı il sizə düşərli olsun.